Salam aleykum, hörmətli mühasib pərəstisi verilişinin izləyiciləri. Bugün biz ənənəvi olaraq verilişimizi davam elətdiririk və bugün biz əvvəlki silsilə verilişimiz olaraq mühasiblərə tövsiyələrimizi davam elətdiririk. Və bugün həmişə olduğu kimi bizim qonağımız Radil Fətullayevdir. Salam aleykum Radil müəllim, xoş gəlmişsiniz. Aleyküm salam, xoş gördük müəllim. Radil müəllim, siz iki verilişdir, bizim dəyərli mühasiblərimizə gözəl tövsiyələrinizi verirsiniz və bugün də biz həmin tövsiyələri davam elətdirəcəyik. Bugünkü tövsiyələrimiz nə haqqında olacaq? Bugün bizim dəyərli mühasiblərimizə nə haqqında danışacaqsınız? Çox sağ olun müəllim. Bu ənənəvi olaraq artıq əvvəlki verilişlərdə olan tövsiyələri bir daha xatırladaq ki, bəli, biz birinci tövsiyəmiz oldu öyrəndiklərinizi paylaşmaq, sonra ədalətli davranış məsələsinə geniş izah verdik. Ondan sonra məsuliyyət, diqqət və dəqiqlik hansı ki, mühasibin ən vacib olan peşə xüsusiyyətidir və bunun üzərində çox dayandıq ki, buna diqqət eləməlidirlər. Ondan sonra hədəfli olmaq, karyerasını düzgün istiqamətləndirmək yolunda düzgün hədəf seçərək bu istiqamətə getmək. Qeyd etdim ki, biz bu barədə irəlidə də başqa verilişlərin içindən danışmışdıq, o çəkilişlər olsun. Çünki karyeranı düzgün planlaşdırmaq özü böyük bir məsələdir və vacib məsələlərdən biridir. Ondan sonra çətinliklərdən qaçmamaq, yəni müəssisələrdə olan problem, uçot və sənəd sistemində olan çətinliklərdən qaçmamaq. Növbəti tövsiyəmiz nədir? 6-cı tövsiyə olaraq biz bunu deyirik. Bildiyimiz kimi elə bir zamanda yaşayırıq ki, bu zamanda hər şey sürətlə dəyişir. Və rəqəmsallaşma dönəmidir. Həm proqramlaşmada, həm süni intellektin inkişaf elədiyi bir dönəmdə hər şey sürətlə inkişaf edir və eyni zamanda sosial şəbəkələrin geniş yayıldığı və mühasiblərin hamımızın həyatına belə nüfuz elədiyi bir dönəmdir. Və insan zamanını düzgün şəkildə planlaşdırmasa, o zaman bir baxır ki, nə qədər müddət keçibdir və heç bir şey əldə edə bilməyib. Məsələn, həm mühasibdir, tutam ki, getdi, PMS imtahanını verdi və fikirləşir ki, artıq bunu yastığının altına qoydum, 5 il bəs eləyər mənə deyir. 5 ildən sonra bir də ayılır, baxır ki, yəni bir komfort zonanın içinə düşür. Bir də ayılır ki, dövr dəyişib, insanlar harada başqa yerdə tamamilə rəqəmsal mühasibatdan söhbət edirlər. Amma bu hələ PMS-in növbətini fikirləşir. Yəni, eyni zamanda bu qanunvericiliklə bağlı da belədir. Və həyatımızda olan proseslər sürətlə dəyişdiyi kimi, iş prosesində də, qanunvericilikdə də, mühasibatlığın özündə də sürətlə dəyişikliklər baş verir. Yəni, həqiqətən də bu bəzən deyirlər, hız və haz sürət zamanıdır. Sürət və bu insanlığın yeni bir dönəmidir, bu axır zaman dönəmidir. Radim mənim özü qəribəsi budur ki, bu elə bir ki, karyera planlamasının ümumiyyətlə həyatımızda zaman sürətlənir. Əvvəlki kimi deyil. Əvvəl elə bir ki, hər hansı bir proses üçün müəyyən bir müddət gedə bilirdi, amma indi gözü yumub açırsan, baxıb görürsən ki, zaman çox sürətlə gedib. Elə bir ki, tam şəkildə, belə deyək də, çarx işə düşüb, sürətlənibdir. Bəli, siz təsəvvür edin ki, elə bir dönəmdəyik ki, məsələn, mən tutam ki, bu yaxında işləyirəm ki, məsələn, süni intellektin artıq istifadə edirdik və yeni sistemlər var və Çin artıq yeni bir süni intellekt buraxıb və bu bazarda ciddi bir dəyişiklik baş verib, bəzi şirkətlər $1 trilyon artıq pul itirənlər var falan. Yəni, və gündə demək olar ki, hər gün yeni bir xəbərlə qarşılaşırıq və bu xüsusən texnologiyanın inkişafı dönəmidir. Bu, bəzi alimlər də, məsələn, bu Yunan alim var, Varoufakis deyə bir alim, o alimin çox maraqlı bir nəzəriyyəsi var. Bu dönəmi texnofeodalizm adlandırır. Texnofeodalizmin əsas yanaşmalarından biri nədir? İnsanlar biraz texnologiyanın köləsinə çevirirlər. Artıq çevirdiblər, mən deyədim. Bəli, belə bir dönəmdə yəni özünü müstəqil şəkildə qoruyaraq saxlamaq və zamanı düzgün qiymətləndirmək çox çətin dönəmdir. Ona görə bizim bu 6-cı tövsiyəmiz ondan ibarətdir ki, mühasiblərə komfort zonaya düşməsinlər və öz hədəflərinə uyğun olaraq daima öz üzərlərində çalışsınlar və özlərini yeniləsinlər. Məsələn, bizim bununla bağlı mühasiblərə biz o proqramlarımız haqqında bundan əvvəlki verilişlərdə danışdıq. Məsələn, artıq aparıcı mühasib proqramımız, rəqəmsal mühasib, sərbəst mühasib yetişmək üçün istiqamətləri də bunları vermişik və xüsusən bunların içərisində artıq zaman ona doğru gəlir ki, mühasiblər artıq belə deyib bazarda çoxalır. Maşallah
Biz məsəl üçün bu işə İATM olaraq 2009-dan başlayandan bazar həddən artıq boş idi. Sanki o Türkiyənin o bizim o bir alim gəlmişdi. Rəcəb Pəkdəmir Türkiyədən deyir. Türkiyənin 60-cı illərini yaşayırdı, amma üstündən bir 15 il keçibdi. Amma biz o Türkiyənin 60-cı illərdən tam 2020-ci illərə qədər gəlməsini gör orada neçə ildir? 40-50 il, amma biz onu 10-15 il artıq keçmişik. Yəni biz gəlib artıq o dönəmə çatmışıq. Bəzi halda çox ölkələri irəliləyirik. Xüsusən rəqəmsal mühasibatlıq məsələlərində və artıq şirkətlər analitik mühasibə axtarırlar. Və bu cür özünü yetişdirə bilməsə, mühasib proqram təminatlarını öyrənməkdir. Ondan sonra eyni zamanda qanunvericiliyi də düzgün şəkildə tərkib etməkdir və özü sərbəst şəkildə yetişdirmək üçün, bir sərbəst mühasibə yetişdirmək üçün yəni özünə çox çalışmalıdır. Yəni bir sözlə daima tətikdə olmalıdır, qətiyyən qəflətə dalmamalıdır və əgər bir rahatlıq varsa, dediyim kimi o sosial şəbəkələrə uyub hara gedirsə, bilsin ki, artıq zaman onun əleyhinə işləyir. Ona görə də bax 6-cı tövsiyəmiz budur. Çox gözəl, çox maraqlı idi. Həddən artıq maraqlı oldu. İndi isə başqa bir tövsiyəmiz. Başqa bir tövsiyəmiz də nədən ibarət? Deməli, biz hər zaman məzun günündə mühasib yoldaşlara deyirik ki, bildiyimiz kimi sahələr çoxdur. Məsələn, ümumi olaraq sahələri bölsək, xidmət, ticarət və istehsalat. Və zaten bilirsiniz ki, bizim proqramımız sadədən mürəkkəbə doğru başlayır. İlk öncə xidmətin mühasibatlığını öyrənirik. Bu xidmət sahəsinin mühasibatlığını öyrənən zaman vergi falan bunlara çox dərinə girmirik. Çünki sadədən mürəkkəbə daha yaxşıdır. İkinci, ticarətə keçirik. Yenə də burada vergiyə toxunmuruq fikir versək. Ticarətin çotunu öyrəndikdən sonra isə istehsalata keçirik. İstehsalatın çotu biraz daha mürəkkəbdir. Ondan sonra vergiyə keçirik. Və buradan baxırıq ki, 3 sahə var. Xidmət, ticarət, istehsalat və bunlardakı müəssisə sayına baxaq. Gəlin görək nə qədər müəssisə. Məsələn, xidmət sektorunda təhsil sektoru var. Ondan sonra səhiyyə sektoru var. Ta hərbi sektora qədər nə qədər sektorlar var. Yəni və belə də geniş sektor. Bunların içərisində özünü inkişaf elətdirəcək, özünü daima inkişaf elətdirəcək sektor, düzgün sektor seçmək lazımdır. Mən adətən belə deyirəm ki, uşaqlıqdan arzun əgər həkimlik olubsa, bəlkə gedib bir tibb sektorunda mühasib işləyəsən. Uşaqlıqdan arzun ərzaqla bağlı olubsa və kənd təsərrüfatından bağlı olubsa, bəlkə kənd təsərrüfatına gedəsən. Burada sektorda da düzgün seçim eləmək lazımdır ki, onu gələcəkdə maliyyə menecerindən doğru aparsın. Biz bunu karyera nəyində də deyirik, belə deyək planlamasında. Amma məsələ nədədir? İndi bax, ticarət sektoru da var, ondan sonra istehsalat da var. Baxırıq ki, bugün ölkəmizdə 750 mindən çox aktiv şirkət var, yəni. Aktiv şirkət var. Bu şirkətlərin içərisində, məsəl üçün, indi belə deyək də, bəzən nə görürük? Yoldaşlar bank sektoruna gedirlər. Bank sektorunda da mühasib işləmək asan bir məsələ deyil. Yəni, ora zaten mühasibatlığı müəyyən belə çətin şərtləri vardır. Amma bank sektorunda mən özüm də bir müddət çalışdığıma görə əvvəlki dönəmdə orada tam şəkildə bir mütəxəssis inkişafı üçün düzgün şəraitin olmadığını görmüşəm. Amma istehsalat sektorudur. Məsələn, orada daha özünü inkişaf elətdirə bilər. Yəni, özünü daha dərin inkişaf elətdirmək istəyən kənd təsərrüfatında nə bilim müxtəlif sahələrin istehsalatı var. Yəni, deməyim odur ki, sektorlar çoxdur, sahələr çoxdur. Bunların içərisində halal sektorlar lap çoxdur. İçərisində mütləq bəzi yoldaşlar deyirlər ki, baxırsan, məsələn, şərab belə deyək ki, müəssisəsində mühasib deyirəm ki, niyə məhz şərabda bu 750 min içindən məhz onu mu gördün? Yəni, o qədər halal dairəsi var, keyfəkara deyilmi? Xidmətdir, ticarətdir, minlərlə var, minlərlə. Bəli, yəni minlərlə müəssisə var və yaxud da ki, məsələn, bank sektorunun töhfəsinin az olmasına baxmayaraq, cəmi 30-40 bank var. Amma yenə insanlar onu görür, mən belə deyək ki, ona böyük görsənir. Amma halbuki yanında nə qədər böyük şirkətlər, yəni gündən günə yeni şirkətlər açılır. O baxımdan mən burada bu tövsiyəm olar ki, yəni özünü daima inkişaf elətdirən halal sektora yönlənsinlər və bu gün də bəli biz millətimiz milli mənəvi dəyərlərimiz var. Görürük ki, həmişə hala diqqət edirik və işlərində də bu halal məsələsinə də diqqət eləmələri. Bu zaten yuxarıdan ədalət məsələsindən demişdik o tövsiyələrimizdə. Bir yanlış bir şey gördükdə o yanlışın tövsiyə eləmək. Bilirsiniz ki, Quran-Kərimdə Əsr surəsi var. Allah Teala bizə buyurur ki, insanlar da zərərdədir, amma kimlər istisna olmaq? Onlar iman edərlər,
və ondan sonra əməl edərlər və bunu haqqı və doğrunu tövsiyə edərlər. Yəni bu şəkildə yaşasaq bir insan olaraq biz məsələn keçmiş babalarımızda nə gördük? Bir ictimai qınaq vardı. Doğrunu doğru olaraq deyərdilər, yanlışı yanlış olaraq. Bir yanlışımızı gördükdə o yanlışımızı düzəltmək üçün bizə tövsiyə elədilər və mən düşünürəm ki, cəmiyyətimizin o bərəkəti də ondan asılıdır. Yəni o cəmi 3 ayədən ibarət olan Əsr surəsi bizi həqiqətən də tam şəkildə həyatımızı bərəkətləndirmək üçün kifayətdir. Yəni inanaraq yaşayacağıq, imanımıza görə əməl edəcəyik və haqqı və səbri tövsiyə edəcəyik digərlərimizə. Bax bu növbəti tövsiyəm də bundan ibarətdir Aqil müəllim. Çox gözəl, çox əla oldu. Yeni bir başqa tövsiyəniz varmı? Son olaraq nəyə qeyd eləməsi? Bəli, bu 7 tövsiyə ilə məncə bitirsək bəs eləyər. Son olaraq onu qeyd edeyim ki, biz İqtisadi Araşdırma Tədris Mərkəzi olaraq özümüzün bir fəlsəfi konsepsiyamız var. Bir mühasib hazırlayan zaman, mütəxəssis hazırlayan zaman 4 prinsipi özümüzə bir belə deyək ki, bir həyat prinsipim olaraq, bir yol xəritəsi olaraq çizmişik. Biz belə bir hədəflər qoymuşuq İATM olaraq özümüzün. Yəni siz də bunu bilirsiniz. Birincisi, məsləyini sevən mütəxəssis yetişdirmək. Və tövsiyəmiz odur ki, əgər mühasib işləyəcəksinizsə, öz sahənizi sevməlisiniz. Əgər indiyə qədər sevmirsinizsə, demək nəsə bir problem var. Bu zaten tək mühasibata aid deyil ki, ümumiyyətlə insan hər hansı bir sahədə uğur qazanmaq istəyirsə, orada məcburiyyət yox, orada sevərək işləmək lazımdır. Əks təqdirdə heç bir halda orada uğur qazana bilmərsən, mümkün deyil. Bəli, bildiyimiz kimi insan həyatının demək olar ki, yarısından çoxunu bəlkə də iş həyatında keçirir. Sən əgər öz işini sevməzsənsə, o zaman xoşbəxt olmazsan. Amma diqqət eləsə, işini sevən adam günün hardan gəlib getdiyini bir xəbər olur. Ona görə əgər bu gün də mühasib yoldaşlara üzümü tutub deyirəm, əgər bu gün öz peşənizi sevmirsinizsə, demək nəsə əslində ya mahiyyətini yaxşı bilmirsiniz, işinizin mahiyyətini orada özünüzə uyğun olan o nöqtələri tapa bilməmisiniz. Ya düzgün müəssisədə işləmirsiniz, ya düzgün sahədə işləmirsiniz. Bax, bu hədəf məsləyini sevən mütəxəssis yetişmək. İkinci əsas hədəfimiz nədən ibarətdir? Karyerasını düzgün planlaşdıran mütəxəssis yetişdirmək. Bu barədə də zaten tövsiyələrin içində dedik. Bəli, bizim hədəfimiz budur. Karyerasını düzgün hədəfləndirə bilən, düzgün istiqamətləndirə, planlaya bilən, hədəfli mühasib olduğu zaman yəni bu mümkün deyil ki, o məsləyini sevməsin və irəlidə bugünkü günün tələbinə uyğun bir mütəxəssis kimi yetişməsinə mən tam inanıram ki, ona nail olacaqdır və hər zaman çörəyi də olacaq deyə düşünürəm. Və üçüncü, deməli, bizim əsas, belə deyək ki, prinsip etdiyimiz məsələlərdir fəlsəfə olaraq, demək, əxlaqi dəyərlərə sahib olan mütəxəssis yetişmək. Bu çox önəmlidir və biz şirkətlərə mütəxəssis yönləndirdiyim zaman adətən nə deyirlər bizə? Deyirlər, adətən biz sizdən istəyirik işçi götürmək. Səbəb nədir? Bəs biz baxırıq ki, işçilər gəlirlər və bir müddət keçir, bir də demədən, haqq hüquqa riayət etmədən baxırsan ki, işdən çıxıb gedir və müqavilə şərtlərinə riayət etmir və s. və əlaxır. Ona görə biz düşünürük ki, sizdə yetişən şəxslər müəyyən əxlaqi dəyərlər də siz aşılayırsınız. O baxımdan sizdən mütəxəssis deyirik və mən bu şeylərə işləndə çox sevinirəm. Allah bizi bu şeydə istihdam etsin, yəni dəstək olsun ki, yəni biz bu işdə davamlı olaraq çalışa bilək. Ki, əxlaqi dəyərlərə sahib olan mühasib. Bilirsiniz ki, əxlaq hər işin önündədir. Yəni bu günləri millətimizin, vətənimizin milli və mənəvi dəyəri bu əxlaq dəyərlərdir. İnsanın ən vacib keyfiyyətlərindən biri bəli, əxlaqı dəyəri olan hamı belə bir şəxs axtarır. Özümüzə rəva bilmədiyimizi başqasını necə rəva bilərik? Əgər bir sahibkardırsa, o sahibkar da istəyir ki, necə ki evlilikdə istəyirik ki, əxlaqi dəyər olan bir şəxslə evlənək. Ailəmizdə evlatlarımız əxlaqi dəyərə sahib olsun. Əlbəttə, işçilərimizin də əxlaqi dəyərə sahib olması. Amma bunu hamının dediyi, dildə deyilməsi asan, amma əməldə çətin olan bir şeydir. Yəni bu özümüzə də deyirəm ki, yəni bu belə bizim üçün çətindir. Allah bizi nəsib etsin. Çünki hamımız nəfs daşıyırıq və o baxımdan da sonuncu tövsiyəm odur ki, yəni bəli, bizim əməl etməyimiz, yəni bu bizə zaten Allahın buyurduğu bu şeylərdir. Əxlaqi dəyərə sahib olan mütəxəssis yetişdirməyə özümüzə hədəf qoymuşuq və sonuncu olaraq
millətimizi və vətənimizi sevən bir mütəxəssis yetişməyi hədəf olaraq qoymuşuq. Bəli, Əlbəttə ki, gözəl. bu vətən bizimdir və vətəni sevmək imandandır. Əgər biz vətənimizi sevməsək, o zaman bu necə mümkündür? Yəni ona görə də zaten bax bu vətənimizi, millətimizi sevdiyimizə görə bu hizməti, aşkını bizə, qəlbimizə Allah Teala nəsib edibdir və bunun həmişə aşılamağa çalışırıq ki, bilirsiniz ki, bizim həyatımda otaqlarımızın, siz bura gəlməmişdən, qabaq kursa gəlməmişdən xatırlayırsınızsa, biz hələ heç Qarabağ alınmamışdı. Qarabağın şəhərlərinin adlarını, işğal olmuş şəhərlərin adlarını qoymuşduq ta 2019-dan və baş otağımız Şuşa otağıdır və digər bütün Qarabağ otaqlarını qoymuşduq və siz gələndə də mən yadıma gəldi, çox xoşlamışdınız bu məsələni və o zamanlar həmişə ta belə deyək, bu qəlbimizdə bu olub ki və inanmışıq ki, Qarabağ hər zaman alınacaqdır və hamd olsun ki 2020-ci ildən başlayaraq, yəni bu prezidentimizə də bu arada bir təşəkkür edək ki, yəni bizim bu qəlbimizdə olan eşqimizin bir reallaşmasına bir vəsilə oldu. Həqiqətən də və bizim də bax burada vəzifələrimizdən biri vətəni və milləti sevən mütəxəssis yetişdirməkdir. Bu ölkə hamımızındır, bizimdir və inşallah ümid edirəm ki, Allah bu yolda bizi daha da irəli aparacaq. Siz kimi belə deyək, çalışan o komanda yoldaşlarımıza, mən də sizə və bütün İqtisadi Araşdırma Tədris Mərkəzinin komandasına təşəkkür edirəm ki, nə yaxşı belə bir komanda var, belə bir şəxs mənəvi formalaşıbdır və bugün biz bu yolda davam edirik. Allahdan da bu yolda daha da uğurlar əldə etməyi diləyirik inşallah. İnşallah. Çox sağ olun Radif müəllim, bu dəyərli sözlərinizə görə həddən artıq çox dəyərli oldu, çox maraqlı oldu. İnşallah bizim mühasiblərimiz üçün də bu sizin verdiyiniz tövsiyələr və bu prinsiplər ümid edirəm ki, hər bir mühasib üçün belə deyək də stol üstü bir kitaba çevrilməlidir. Həddən artıq çox dəyərli oldu və ümid edirəm ki, inşallah siz bunu öz karyer həyatınızda, öz şəxsi həyatınızda tətbiq edəcəksiniz. Çox sağ olun yoldaşlar. Allah sizdən razı olsun. İnşallah növbəti verilişdə görüşənədək.